Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugün 3-cü dərsimizdə sizə ikinci dərsdə adlandırdığım, sadaladığım daha doğrusu copy bölməsini izah edəcəm. Videoya baxdım və gördüm ki, onu izah eləməmişəm. Copy bölməsini və bu dərsimizdə rotating, yəni dönmənin, fırlanmanın, move-un, sürüşdürmənin birlikdə işlənməsini, qısa konkret olaraq layihəni koordinata yetirməyə sizə öyrədəcəm. Layihəni necə koordinata yetirmək lazımdır, hansı üsullarının hamısını bir-bir göstərəcəm. Gəlin sizə copy bölməsini izah edeyim. Hal-hazırda bir xətt çəkək özümüz üçün. Line keçən dərsdə öyrəndiyimiz kimi enter və yaxud da space A nöqtəsində B nöqtəsini seçdik. İndi mənə deyirlər ki, bundan bir dənə də çəkmək lazımdır burada. Mən bir də şey eləmirəm. Yəni line girib bu xəttin ölçüsünü çəkmək əziyyətdir bu bildiyimiz. Seçirəm bunu. C circle birinci sır, altda da copy. Ona görə də onun komandasını CO copy enter və yaxud da space basaraq gəlirəm bunun üstünə. İstədiyim yerə bunu sürüşdürə bilərəm. Sağa, sola, qabağa. Bir copy-də indi belə bir şey var ki, AutoCAD-da Ctrl-C və Ctrl-V üsulu ilə də copy eləmək olur. Amma copy-nin bir fərqli xüsusiyyəti var ki, basıram mouse'un sol klikini, yenə basıram, yenə basıram, yenə basıram, yenə. İstədiyim qədər line-ı kopyaladım, ötürdüm pəncərədə bir neçə yerə. Bu onu fərqləndirir. Məsəl üçün Ctrl-C eləsəm, Ctrl-V. Həmən üsulu təzə enter basaraq da eləyə bilərəm. Enter, mouse'un sol kliki, space və yaxud da mouse'un sol kliki, space, mouse'un sol kliki. Gördüyünüz kimi copy-ni Ctrl-C, Ctrl-V kimi də eləyə bilərəm. Amma ki, belə bir şey var. Məsələn, mən bu xətti seçdim. Gəldim copy. Görürsünüz, hal-hazırda sizə belə göstərirəm. Seçdim, gəlirəm bunun bu nöqtəsindən tuturam. Buna birləşdirmək istəyirəm. Görürsünüz? Buna birləşdirsəm onsuz sözsüz bunu iki xətt olacaq. Üst-üstə. Belə birləşdirmək istəyirəm. Belə birləşdirmək istəyirəm. Görürsünüz, ayrı-ayrı xəttlər yaranır. Line'lar, düz xəttlər yaranır. Yəqin ki, başa düşdünüz. Daha sonra sizə bir layihə hazırlamışam. Rotate və move. Bu bildiyiniz him oxlarıdır. Və bunların ölçüləri göstərilib. Layihəni koordinata yetirmək üçün istifadə edəcəyimiz oxlardır. Yəni, bunlar koordinatıdır. Yəni, burada x, y bölməsində görürsünüz. Properties bölməsində. Bildiyimiz ölçü koordinatına uyğun koordinatdır. Bunun üçün bizə bir layihə verəcəklər və biz bu layihəni bunun üstünə ataraq koordinata yetirəcəyik və daha sonra da bu koordinata yetirdiyimiz layihə üzərində topografik planlamaları, çöl işlərini görməyimiz üçün buradan nöqtələr çıxaracağıq və ərazidə bu nöqtələrimizi göstərəcəyik. Gəlin belə eləyək. Burada hazır bir layihəmiz var. Bu layihəmiz hal-hazırda 1 bölünsün 1000 miqyasına yetirəcək. Niyə bunu belə eləyəcəyik? Çünki memari cəhətdən memarlar işləyərkən bunu özlərinə rahat olsunlar deyə desək, başqa üsulla necə deyə bilərik, onu tam olaraq burada deyə bilməyəcəm. Memari planlamalar əsasən bu üsulla olur və biz koordinata yetirdiyimizdə 1 bölünsün 1000 miqyasına gətiririk. Koordinatımızı da ona uyğun çıxardırıq. Necə yetirəcəyik koordinata? Bunu öyrədim sizə. Deməli, ən birinci seçirik. Seçdən sonra blok. Blok nədir? B. Görürsünüz burada B. Blok, enter, space və yaxud da hal-hazırda üstünə basaq. Burada deyir ki, name, adlandırma deyir. Mən burada gəlirəm, buna hər hansı bir ad verirəm.
Buna istəsəm ürəyim istəyən ad da verə bilərəm. Bu əsasən önəmsiz deyil daha doğrusu. Amma topografik planlamalar üzərində işlədiyimiz üçün memari projedə işləsəydik, hə, bunu blokların adlandırması çox önəmli ola bilərdi. Amma ki, buna mən məsəl üçün H və OK adlandırdım və gördüyünüz kimi 1 üstünə bastığım zaman tamamilə hamısı seçilir. Ondan sonra bunu 1/1000 miqyasına yetirək. Scale üzərinə bastıq. Gəlirik buradan fərqi yoxdur. Hardan tutmaq istəsəz tutun. Mən buradan tuturam. Bunu aşağı çəkirəm. Yazıram 1/1000. Getdi ən dərinliyinə. Hal-hazırda biz bu layihəni tapmamız üçün, məsəl üçün burada da ola bilər, burada da ola bilər, hər yerdə görmürük. 2 dəfə mausun orta düyməsini etdik, ardıcıl və layihəni gəlib tapır. Daha sonra biz bu layihəni seçirik təzədən. Bu 1/1000 miqyasına gəlib. Bunu gəlib Ctrl+C edirik, kopyaladı. Ondan sonra həmən bu koordinatda olan him oxumuza biz buna him oxları, akslar və s. və ilaxır adlandıra bilərik. Hər mühəndisin özünə uyğun, özünün öyrəşdirdiyi bir adlandırma var. Gəlirik bu layihədə bunu Ctrl+V edirik. Ctrl+V etdik. Daha sonra gördüyümüz bir dəqiqə burada nəsə kolonlar düşmədi bura. Layihəmizdə kiçik bir problem var. Kolonlar bura düşmək istəmir. Və yaxud da bir dəqiqə bunu başqa cür elə bilərik. Yəqin ki, böyük ehtimal pəncərədədir problem. Sizə bunu da öyrədim. Hazır problem yaranmış vaxtı. Məsələn, koordinatlı bir şeyi başqa bir səhifədə həmən koordinatını atmaq istəyirsinizsə əgər və hal-hazırda koordinatdadır axı bu him oxumuz. Gəldik, seçirik, Ctrl+C etdik. Yeni bir səhifə açırıq. Yeni bir səhifədə sağ klikləyirik. Clipboard və aşağıda Paste to Original Coordinate. Yəni bu o deməkdir ki, orijinal koordinatla kopyaladığımız layihəni orijinal koordinatla həmən pəncərədə həmən koordinata uyğun göndərir. Bastıq və görürsünüz layihə yoxdur. Mouse'un orta düyməsini 2 dəfə klikləyirik. Həmən koordinatlı layihəmiz gəldi. Baxın, görürsünüz. Daha sonra həmən bu layihəmizi götürək. Bunda amma Ctrl+V eləyirik. Çünki bu miqyasiyatı və koordinatda deyil. Nəysə, kolonları düzəltmək olmadı. Əsasən sizə yəqin ki, bu nəsə bir layoutlarda problem yaranıb. Bu sonra həll eləyərik. Əsas sizə göstərim ki, koordinatı ətilmək necə olur. Özü də blokdan çıxıb bunun. Gəlirik, him oxumuz var. Sizi bundan tanış eləyək. 1, 2, 3 A, B, C. 1 ilə A-nın kəsişməsini, 2 ilə A-nın kəsişməsini, 3 ilə A-nın kəsişməsini görürük. Və bu rəqəmlə olan oxlar hərflə olan oxlarla kəsişir. Biz də layihəmizi bu oxlardan istifadə edərək koordinata gətirəcəyik. Gəldim, seçdim. Move deyirəm. Sürüşdürmə. Move. Mən 1 ilə A oxunun kəsişməsini seçirəm. Gəldim. Həmən bu
koordinatda olan oxuma 1 ilə A-nın kəsişməsini tapıb klikləyirəm həmən yerə. Gördünüz, layihəmiz hal-hazırda belədir. Koordinatda olan oxumuz, koordinatda olmayan layihəmiz. Həmən bu layihəmizi koordinata gətirməyimiz üçün bu layihəmizi seçib rotate düyməsini, yəni daha doğrusu komandasını klikləyirik. Gəlirik bu gətirdiyimiz move vasitəsilə sürüşdürdüyümüz kəsişmələrin üstünə. Klikləyirik mouse'un sol kliki ilə və burada görürsünüz döndərmə olur. Bunu belə döndərsəm fərqli bir problem yaranacaq. Deyəcəksiniz nədir ki, bunda kəsişmir. Yəni göstərim. Tam kəsişməyə bilər. Ona görə də biz nə edirik? Rotate'dan sonra R reference. R enter basırıq, referens çıxır və yaxud da space. Bastıq. Gəlirik həmən bu kəsişməni təzədən seçirik. Belə bir qırıq-qırıq xəttlər ortaya çıxır. Daha sonra biz axı 1 ilə A-nın kəsişməsini seçdik. İndi də həmən kəsişmələri seçib layihəli koordinatda olan oxumuza uyğun gətirməliyik. İndi də mən 3 ilə A oxunun kəsişməsini seçirəm. Layihəmdə gəlirəm bura. 3 ilə A oxunun kəsişməsini götürdüm. Qaldırıram. 3 ilə A oxunun kəsişməsinə. Baxın. Və hazırdır. Daha üzr istəyirəm, 3 ilə deyirəm, 2 ilə A oxunun kəsişməsinə. Çox üzr istəyirəm. Baxın, layihəmiz koordinata gəldi. İndi isə tamam qəribə bir fasonda bunu göstərim. Move. Məsəl üçün layihəmiz rotate edək. Döndərək. Gətirmişəm layihəm belədir. Him oxumda, koordinatda oxumda belədir. Bu necə gətirəcəm mən kəsişməyə? Daha doğrusu koordinata. Gəldim, belədim. İndi də gəlin 2 ilə A-nın kəsişməsinə baxaq. Gətirdim bunu. 2 ilə A-nın kəsişməsi. Bastım. Ondan sonra rotate. 2 ilə A-nın kəsişməsi. Həmən bu xətti seçdim. Reference R, enter və yaxud da space. Yenidən bunu seçirəm. Yenidən seçdim və 1 ilə A-nın hansı asan gəlirsə sizə, hansı rahat görsənirsə ondan istifadə edin. Yoxsa səhvlər eləyə bilərsiniz. Mən də buradan baxıram, hansı daha aydın görünür. B ilə 1-in kəsişməsi daha yaxşı görünür. B ilə 1-in kəsişməsini seçdim. Gəldim. B ilə 1-in kəsişməsi. Baxın, fikir verin. Buradan döndüm, gəldim, axtardım, özü də dönür. B ilə 1-in kəsişməsinə kliklədim, layihəmiz koordinata gəldi. Bu qədər. Gələn dərsimizdə sizə nöqtənin çıxardılması, nöqtənin GCI formatına keçirilməsini, yəni topografiyada teodolit alətinə göndərilməsi üçün olan prosesləri göstərəcəm. Və daha sonra da çöl şəraitdə topoqrafik alətlər vasitəsilə çöl işlərinin aparılmasını A-dan Z-yə göstərməyə çalışacağam. Sağ olun, salamat qalın.